niyə belədir, başqalarında niyə belə deyil? Çünki bəzi insanlar var ki, üzü tamamilə pis olur. Məndə problem nədədir? Qidalanmamdan mı asılıdır? Əvvəl inanmırdım. Yəni mənim dərim bu dərəcə düzələcək. Çünki əvvəl çox səpki var idi üzümdə. Deyirdim ki, bu dərəcədə olmaz da yəni. Amma həqiqətən də həyatda əgər həkimi düzgün seçirsənsə hər şey mümkündür. Özümü daha çox sevməyə başladım. Bəzi insan yeni bir üz görəndə, tam sağlam bir üz görəndə özünü daha çox xoşbəxt hiss edir. İnsan gərək özünə uyğun, düzgün bir həkim seçimi eləyə. Yəni görə özümü şanslı hiss edirəm ki, Fəridə xanımla tanış oldum. Təzə bir dəri gördüm özümdə. Thank you.